Həyat yoldaşını döydüyü üçün həbs olunan qadın kickboksing millimizin baş məşqçisi Anar Süleymanov azadlığa buraxılıb. Bu barədə Süleymanovun özü məlumat verib. O bildirib ki, fevralın 13-də Nərimanov rayon məhkəməsinin qərarı ilə 21 günlük həbs cəzasının müddəti başa çatıb. Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb. Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələlərdir. Məşhur biri olduğumu nəzərə alaraq özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq. Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin. Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı. İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə 20 sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındı. Ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm. Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Daha sonra Süleymanov onun haqqında gedən kickboksing millimizin kapitanı Ramal Aslanovun fikirlərinə toxunub. Həbsdə olduğum müddətdə Ramal haqqımda danışıb. Onu qeyd edim ki, mən bu da döyüş növü üzrə 3 dəfə dünya çempionu olmuşam. Bir dəfə dünya kubokunu qazanmışam. Bu da üzrə idman ustasıyam. Universal döyüş üzrə 2 dəfə Avropa üçüncüsü, Kung Fu üzrə Azərbaycan çempionu olmuşam. Kickboksingdə isə bir sıra peşəkar turnirlərin qalibiyəm.